Məni izləyən hər kəsə salamlar. Şkaf tipli soyuducu müəssisə soyuducusudur. Bu soyuducuda motor sıradan çıxıb, motor yanıb. Motorun da yanma səbəbləri var, yəni boş yeri yanmır. Bu soyuducuda motorun yanma səbəbi filtrdir. Filtrin içində setka olur. O setkanın hansısa biri cırılanıb, o içində bir dənəciklər var, yəni süzgəclər. Boruya dolur, qarşısı bağlanır, motor qarşısı bağlı işlədiyində yanır. Bu soyuducuda motor yenilənməlidir. Belə bir Embrago markalı motorla əvəz edəcəyik. Çox güclü motordur, çox yaxşı motordur bunlar. 6 ayda zəmanəti var, rəsmi zəmanəti var 6 ayda. Demək olar, motor artıq üzərinə montaj olunub, bir dənə qazın tənzimlənməsi qalıb. Hər şey qaydasında işləyir. İzləyicilərimizdən də kimdəsə bir sual olarsa, bu tipli soyuducular və ya da ev soyuducularına aid